Bu da ki sabahınız xeyir. Yağan yağışlardan sonra çıkan güzel bir günlü hava, güneşli hava. Bu da bizim mallarımız. Bak birinci qarına düyədi. Doğumağına yəqin ki bir ay zadı qalar, yelim bırakıp. O da birinci qarın düyədi. Onda artıq 1-2 ay qalar. Bu heyvan gələn ay doğacaq. Bu inek. Onun arkasındaki kırmızı inek, oradaki elə bir dekabrın axırı doğuşdu. Dekabrın axırı, yanvarın 3 vaxtı dayanır. Kırmızı heyvan, o da qəşəng heyvandır. 30 litr, yəni söhbəti yox çünki. Qaldı, bu heyvan düyədir. 7-8 aylıq boğazlı. Qəşəng çoxlardılar. Bu heyvanlar biraz burada yeni zəifdir, şərait yoxdur biraz, ona görə orada soyuqdur. Biraz yaxşı qulluq lazımdır. Bu heyvan məsəl üçün bir 24, 25, 27 düşdüyən heyvandır. Uca qurudub, sağlamır. Qəşəng də heyvandır, ürəkli istəyən super bir heyvandır. Dalımıza bax, bu heyvandır. Bu çox qəşəng südlü maldır. 30 litrə yaxın südü var bunun. İndi hal-hazırda boğazdır. Bu da bir, belə baxıram, yəqin ki bir yanvar azı da doğar. Ya yanvarın əvvəlinə, ya yanvar ərzində doğacaq. Bax, bu heyvan dekabr ayında doğuşdu. Bu heyvan 30 litr rahat sütü var bunun. Bax, bu heyvan dekabrın 16 desem vaxtı. Bu inek, bax, bu inek bala təmizləyir, arxasından da görsənir. Bu ayın hardasa 10-20 arası doğuşdu bunun. 3-cü qarına doğur. Hani qəşəng südlü də maldır, ətli gözəl, həm köklü yerindədir, həm südü yaxşıdır. Bu heyvan da boğazdır, 7-8 aylıq boğazdır. Baxın, bu heyvan sağılmır hal-hazırda. O düyə, qırmızı düyə, boğazdır, 7-8 aylıq. Ondan sonraki boz düyə, o da 7-8 aylıq boğazdır, 7 aylıqlarda belə deyək. Sonra sizə nə deyim? Baxın, bax, bu heyvan, bu ağ heyvan var, ağ çilli, ağ boz çildən heyvan, inəkdir, baxın. O, bu ayın 13-cü vaxtıdır, noyabrın 13-cü. İnşallah yəqin ki 5 gün üçün geç gəlir o heç. İnşallah salamatçılıqla doğar. Sonra bizim başqa heyvanlar nə var? Heyvanların artıq 30 dənəsi başqa yerdən damdadır, şərait buranı çəkərəm. Sonra bu heyvandır, o da boğazdır. Yəni düyələr hamısı boğazdır. 7 aylıq, 8 aylıq. Belə düyələrdir hamısı. Belə deyim. Yəni heyvanlarımız budur. Baxın, həmin o qırmızı alabayaq dediyim 30 litr sütü var. O doğacaq hardasa dekabrın axırı, yanvarın 1-2 üçü var belə bu aralarda. Belə. Bu heyvan da bax, qəşəng südlü maldır. 30-dan yuxarı südü var o heyvanın. Çox südlü maldır. Doğumağına az qalıb. Gələnlər doğuşdu. Yəni hər cür malımız var. Kasıblar üçün də var, orta təbəqə üçün də var, varlılar üçün də var. Yəni mallarımız burada deyil. Onu demək istəyirəm ki, burada 15 dənə mallarımız içərdə var. İndi onları da bir gün vaxt çəkib atarım, onları da baxarsınız. Yəni, İnşallah mal bir həftəyə Bakıdadır.